Zibillərim də gözəldir, həmişəki kimi. Yenə bağlıdır eşqin qapısı üzümüzə. Bugün pəmbələrə sarılmışsınız Mehin xanım. Çərçölə çıxanda bu nədir bura? Çörəkçi, fırın. Çörəkçinin yanından keçəndə mütləq bir dənə çörək alıb yeməliyik də. Çünki iyi gəlir və bu da çörək istəyir. Hə? Hə, alır Mehin. Detallı şəkildə göstərməmişdim. Qatda bir dənə də belə bir otaq var. Atatürk odası. Burada da yenə qədimi telefonlar. Yazıcı alət. Mən çox sevirəm belə yerlərdə gəzməyim. Qədim əşyaları daha çox sevirəm. Namik Kemal haqqında səhifəmdə bilgi var. Zaten çəkmişdim bir dəfə, istədim bu dəfə də ətraflı şəkildə göstərim hər birini. Çünki o videoda çox tez-tez keçirdi. Hər bir şey görmək olmurdu. Burada çoxlu Namik Kemalın yazdığı kitablar var. Bura iç qatıdır. Burada da stəkanları var, kahve bardaqları. Kitabları, Namik Kemalın. Burada belə küplər, yayıq, köhnə qədimi əşyalar. İkinci dəfədir bu muzeyə gəlirəm, Namik Kemalın ev muzeyinə. Çox qəribə bir, huzurlu bir yerdir. Mən bunların türk dilində adlarını bilmirəm. Burada belə, nədir bu? Corablardır. Bizdə papış deyirlər, papışlar, yaylıqlar. Bura ikinci mərtəbəsidir. Yəqin ki, buradakı əşyalar hamısı evdə olan əşyalar deyil də, yəqin ki, əlavələr də olunubdur. Bu, deyəsən, ütüdür, səhv eləmirəmsə, hə? Ütüdür. Oy, nə iki qıfıldı. Burada da belə bir otaqdır. Nədir bunlar? Namik Kemal'ın ilkokul hediyesi. Namik Kemal'ın ilkokul hediyesi. Şurada mahramlı hediyesi. Çok maraqlıdır. Hər biri qədimidir. Ahmet Gündüz hediyesi. Ne güzeldi bu. Bu 19-20. yüzyılda konak və evlərdə ısınma amaçlı kullanmaqdadır. Ha, manqal. Demək bundan isinmək üçün istifadə ediblər bu manqaldan. Mən elə bildim qəlyandır. Gözəldir. Burada hər bir şeyin üstündə not vurublar ki, bilinir nədir. Bu nədir? Mehmet Serez hediyesi. Burada belə əl işlər də var. Bu da yəqin ki, yazılıb üstündə. Yox, yazılmayıb. Bu nədir? Qədimdə geyiniblər. Yəqin ki, burada yazılıb. Ferracı yazma.
Karaça kılavuz. Yaxşıdır, hər bir şeyin üzərində yazılıb. Bilməyənlər üçün iyidir. Leman Apak hediyesidir. Leman Apak'ın 1945. yılında Madem Anna tərəfindən dikilən gəlinliyi kızı Nur Apak tarafından hediye edilmiştir. Yo, yaxşıdır. Zövqlüdür, bəyəndim. Bu gəlinlik daha gözəldir. Çaşıram, hər dəfə bunu göndərə bilirəm, kimsə dayanıb burada. Bunu çox sevdim. Versəydilər aparardım evə. Çox qəşəngdir. Bir danışırız. Gəl, Hüseyin ağa gəl. Çılçıraqları da gözəlmiş. Gedək görək, başqa bu nədir? Nəsibə arabacı hediyesi. Demək, mən belə düşünürəm ki, burada hər kəsin bir hədiyəsi var. Bu evin əşyalarından da əlavə, yəni əlavələr artırıblar. Kim hədiyələr veribsə, onları da yığıblar bura. Yəni muzey üçün qədimi əşyalar veriblər. Mən belə başa düşdüm. Mesela bir başqa otaqdır. Burada komple resimlər var. Tekirdağ, komutanlar, bakanlar, yazarlar, rəssamlar, şairlər, öğretmenlərin hamısının şəkilləri var. Burada isə belə bir qazet var. Vatan və Hürriyyət şairi Namiq Kemal. Eski dönem antik el işləmi vazo. Gül qabı. Çox qəşəngdir. Bunu da çox bəyəndim. Burada bir iş otağı var. Burada qədimi bir pianino var. Telefon. Kim bilir bu telefondan nə söhbətlər gedib. Hüseyin ağa, gəl bunun başına taxın baxın. Bye. Yine Azərbaycana zəng eləyir. Pıkı danışırsın, sakit. Hə. İndi o işləmir də, o qədimin telefonuydu. Bu da yazıcıdır. Bax, o vaxtları kompüter əvəzinə belə yazırdılar. Harada görmüsən? Hə. Eləmə. Səs gəlmir amma, görsən. Zaten iplə bağlamasaları səs gəlməz. Bu vazo çox gözəldir. Tam da axtardığım vazo. Hüseyin ağa işləmir. Sabahattin Boduç hediyesi. Sabahattin Boduç'un hediyesi kırılmış. Şüşesi kırılıp. Burada bir tane de belə otaq var. Burada paltar tikən maşınlar var. Birinci bunu göstəreyim, sonra keçək o tərəfə. Hamısı qədimidir. Safı da üstündə qalıb. Görürsən, ən sonunda, son dəfə bunda nə tikilib, çox maraqlıdır. Bundan bizdə də var idi, yadımdadır. Burada isə bu otaqda paltarlar var. Necə gözəl, qədimi. Burada yatıbdı, bunun yataq otağı olubdu. Konturçu Osman Elkül'ün hediyesi. Qədim ayaqqabılar. Çox gözəldir, qədim ayaqqabılar. Adı var bunun, Kundura. Burada paltarlar var qədimi. O vaxtın paltarları.
Ne yazılıb? Hüseyin Tütüncü hediyesi. Sübaşı köy Harbalı. Bura isə hamamdır. Qədimi hamam. Çox gözəldir. Bu dəsmaldır. Kisələr də var. Bura isə su doldurublar. Bundan çimiblər. Bu, bax bu krujkayla. Bu da hamam ayaqqabıları taxtadan. Çox qəribədir. Tapçıqa. Burada qədimi libaslardır. Bu da uşaq üçündür. Bu da yataqdır. Yataqdır, adi taxtadan yataqdır. Belə bir sandıq var burada. Bu nədir bilmədim. Buranın avizəsi də belədir. Yəni, lüstr, çılçıraq. Gəl, o qıfıldı. Bu da ütüdür. Gəl Hüseyin ağa, enək aşağı. Bunun aşağısında kitabxana da olmalıdır. Düşək görək. Aşağı düşək. Aşağıda kitabxanası da olmalıdır. Orada baxaq. Yuxarıdan çəkim. Daha aydın görünsün. Kitabxana aşağıdadır. Bir kat aşağıda. Bir otaq var. Sadəcə orada oturublar deyə çəkə bilmirəm buranı. Və şurada. Kitabxana kapalıdır. Mən buradakı əşyalar daha çox xoşuma gəldi. Bu nə? Papatya. Bu nədir? Toxum. O vaxtı belə qaşıqlarda yemək yeyirdilər. Mən kinolarda falan görürəm. Bu nə? Nədir? Qaliba. Kürək budur. Taxta. Taxta da olsa bərkdirlər. Yəni taxtanın gücü çatıb yeri belləməyə. Nədir bu? Uçmaq dərə tütün. Bu nə? Çox şey var ya, burada hamısında posta adlarını bilmirəm. Nə üçün olduğunu bilmirəm. Bir də hasadır. Bununla da yaxşı yun çırpmaq. Yun çubuğu, yox, bu nədir? Yayıq, Beyhan dönməzlər hediyesi. Yayıq nə ya? Yayıq şeydir, yayıq. Bura, deyəsən, mətbəx olub. Çünki burada belə su var. Su krandan, bura mətbəx olub. Yemək otağı olub bura. Çünki burada odun var. Orada yemək pişiriblər. Burada yeyiblər. Burada da qabları yuyublar. Yavuz Kurt. Bu da Yavuz Kurt'un rəsmi. Yox, bizim üçün qaşıqlar da var. İndik zamanın qaşıqları. O indinin deyil. O vaxtın deyil. Bunu indi qoyublar. Sonradan qoyublar. Orada da boş qapları var, tabaqları. Bu
Bunlar da yemək pişiriblər. Şu əlimə. Baxın buna. Çox ağırdır. Amma bunda da qəşəng yemək pişirmək olur. Piti. Görürsən nə pişiriblər onun içində? Все, bu kadar. Kitabxanası bağlıdır. Kitabxana kapalı. Kapalı zannediyorum. Burada belə bir misafir otağı var. Sadəcə olaraq bağlıdır. Depo kimi istifadə edilir deyəsən. Burada evin lap aşağı qatında olan kitabxanadır. Burada bütün Namiq Kəmalın kitabları var, yazdığı kitablar. Və ondan başqa da başqa kitablar var. O araba bizim deyil, biz onu götürə bilmərik. Burada da oturub kitabları oxuya bilərsiniz. Bilərik. Amma aparmaq yoxdur deyəsən. Bir dənə də bunun burada səhv eləmirəmsə Namiq Kəmal Xalq Kütüphanəsi var, böyük kitabxana. Orada isə kitabları götürüb aparıb evdə də oxumaq olur. Yəni üyə olursan, qeydiyyata düşürsən, aparıb kitabları evdə də oxuyursan. Amma burada sadəcə burada oxuya bilərsən. Okuyamam bir yerden verdim ama. Hə? Okuyabilirim. Hamısını oxumaq istəyirsən? Tamam, götür oxu. Oxumuşdun da sən burada bir dənəsini. Baxmışdın burada sən bir dənəsinə. Gəl. Hə. Tamam. Burası da kitabxanadan çölə çıxırsan, belə Namiq Kəmalın heykəli var. Belə həyətin bağçası var. Yəni, təbii ki, əvvəllər burada belə bir binalar olmayıb. Dəniz bura yaxın olub. Düz dənizin kənarında olub da ev. Çöldən də görünüşü belədir. Maşın evə aid deyil təbii ki. Nə iş görürsünüz? Kitap okuyorum. Kitab oxuyursunuz? Hə, o birləri oxudunuz, qutarız, gəldiniz burada daş kitab oxuyursunuz. Gəlin. Arabanı apardılar, gəl, gəl. Gəl, gedək. Hezay Kurt Kütüphanəsi, Namiq Kəmal və Mehmet Sərəz Sanat Qalerisi. Burada çıxış qapısıdır. Bizim dildə desək koridor. Dəhliz. Dış göründüş. Burada da belə bir manken qoyublar. Üzərinə də geyim geyindiriblər. Bu da penjamaya oxşayır. Düşünürəm ki, penjamadır. Burada da belə bir qazetlər var. Vatan Mərsiyəsi. Baxın, evi budur. Şimdi biz hal-hazırda buranı çəkdim. Çıxıb çöldən də göstərəcəm. Baxın, evin çöldən görünüşü. Əgər Təkirdağ'a gəlsəniz, belə bir yerləri sevirsinizsə, mütləq baş çəkin. Çox maraqlıdır. İçi çox huzur vericidir. Bahçesi de beyaz. Güzelliğe çok güzel. Eğer siz sevmişsinizse kanallarına bu anlatmak sağ olun. Kanalımıza abunə olun. Abone olun.